Sərnişin əldə etdiyi bileti qaytarmaq istəyərsə, gəmi limandan çıxmamışdan əvvəl şəxsiyyəti təsdiq edən sənədlə kassaya müraciət edərək həmin bilet üçün ödədiyi məbləği 100% həcmində geri ala bilər. Sərnişin üzürlü səbəbdən şəxsən kassaya yaxınlaşa bilmədiyi halda səfərə çıxa bilməyəcəyi barədə daşıyıcını gəmi yola düşmədən öncə məlumatlandırarsa, bu halda daşıyıcı sərnişinə gəmi çıxdıqdan sonra 72 saat ərzində bileti növbəti səfər biletinə dəyişdirmək və ya biletin dəyərini 100% həcmində geri almaq hüququ verir. Sərnişin onlayn qaydada aldığı bileti qaytarmaq üçün ona göndərilən elektron biletin PDF versiyasını və şəxsiyyət vəsiqəsini ələt.kassa@asko.az mail ünvanına və ya Askonun saytındakı chat bölməsinə göndərməlidir. Bu zaman bileti geri qaytarmaq istəyi mütləq bildirilməlidir. Onu da əlavə edək ki, pul vəsaitinin geri qaytarılması üçün maksimal müddət 1 aydır. Bu müddət başa çatdıqdan sonra vəsait karta geri qaytarılmadığı halda istehlakçı müvafiq orqanlara müraciət etmək hüququna malikdir.